2026-cı il 5 iyul 2-ci qrupların tarix suallarının izahı. 3-cü qrupların tarix suallarının izahı kanalda paylaşılıbdır. Sualların əksəriyyəti eyni olduğuna görə burada həm tez yoxlaya biləsiniz deyə, həm də vaxt itkisi olmasın deyə birbaşa bəzi sualların cavablarını qeyd eləsəm. 61-ci sualda demək cavabımız olur B bəndi, yəni 1-də A, 2-də olur A-la B. 62-ci sual Şah İsmayılın hakimiyyət dövrünə aiddir. 1501-1524-cü illər, Çıldır 1578, İsfahan 1598, 1555, 1538, B bəndi doğru fikirdir 62-də. 63 də fərqli sual idi 3-cü qruplara nisbətdə. Deməli, Eyler-Venn diaqramında hansı hökmdarların müqayisəsi verilmişdir? Deməli, bu şəxslər həm 10-cu əsrdə hakimiyyətdə olublar, həm gürcülərlə demək mübarizə aparıblar. Heysam bin Xalid gürcülərlə mübarizə aparmayıbdı, elə 4-dəri variantlardan çıxdıqda işimiz asanlaşırdı. Bu şəxs Xəzərdə ticarət gəmiləri olubdur, qanunnamə qəbul edibdir. Deməli, ikinci tərəfdə yazılası şəxs Mərzban ibn Məhəmməd idi. Mərzban ibn Məhəmməd olurdu. Və burada da demək A bəndi doğru olur. 1-də 1, 2-də 2. Daha sonra keçirik 64-də 14-cü əsrin birinci yarısına aid olan hadisələr. Şirvanda Dərbəndilər sualəsi 1382-dir. Bir əri cavablardan çıxırdıq. Osmanlının yaranması 1302 qeyd edə bilərik. 100 illik müharibənin başa çatması 1453 qeyd edə bilmərik. 1-3 cavablardan çıxdıqda 2-4-5 E bəndi olurdu 64. 65-ci sualda cavabımız elə E bəndidir. Qəzet, jurnal, satirik jurnallar. 66-da doğru cavabımız D bəndidir. Deməli, Böyük Karl Kordova ilə mübarizə aparıbdır. 67-də fərqli sual idi. Yunan Əhəməni müharibəsi 500-449-cu illər, 490 Marafon, 480 Fermopli və 480 Salamin döyüşləri olmalı idi. Plateya da orada yer alır. 68 də təkrar sualı idi 3-cü qruplardan. Birbaşa cavabı qeyd edeyim. Rusiyanın vasitəçiliyi olubdur. Füzuli Cəbrayılda əməliyyatlar gedibdir. 2-4 C bəndi. 69 fərqli sual idi. Bunu izah edeyim. 19-cu əsrin birinci yarısında deməli, komendant dairəsinə qarşı olan üsyanlarda xanlar, bəylər, kəndlər, ruhanilər, əhalinin demək olar ki, bütün sosial təbəqələri iştirak eləyirdi. Lakin qolçomaqlar bu dövrdə hələ yaranmamışdı. Onlar 1870-ci il islahatından sonra yaranır. Yəni, onların iştirakı doğru deyil. 71 fərqli və maraqlı sual idi. 2-ci Dünya müharibəsi dövrü 1939-45 SSR neyiniyibdir? Pişəvəri hökumətinə yardım göstərməsi. Bu doğru fikir kimi hesab oluna bilər. Lakin Pişəvərinin milli hökuməti 45 dekabrın 12-sində yaranır. 2-ci Dünya müharibəsi 45 sentyabrın 2-sində başa çatır. Yəni, bir ona görə cavablarımızda yanlış olurdu. Digər tərəfdən, hansı ki, Yaponiya müharibə elan etdi. Bəli, 45-ci ilin avqustunda 2-ni qeyd eləmək olar. Qış müharibəsi dövründə bu əraziləri işğal edir. Millətlər Cəmiyyətindən çıxardılır 39-da 4-ü qeyd eləmək olar. Amerika ilə diplomatik əlaqələr 2-ci Dünya müharibəsindən əvvəl idi. 71-ci sual fərqli sual idi. Daha doğrusu eyni sualdır bu da. Bu da eyni sualdır. Burada elə cavab A-dır. Sərduruddan sonra Teymurlərin hakimiyyətinə son qoyulur. Ətraflı izahlarla tanış olmaq istəyən ikinci qruplarımız zəhmət olmasa 3-cü qrup videomuza keçid eləyər. Çünki suallar eynidir. Vaxt itirmək istəmirəm. Bir daha təkrar eləyim. Qazan Həştərxanın oxşar cəhətləri C variantı doğrudur. Mehranilər surəsinin Albaniyadakı hakimiyyət dövründə ərəblərə qarşı Azərbaycan cənubunda üsyanları olubdur. Rəşidlilərə qarşı 74 təkrar sualı idi. Çin üzərinə yürüş eləyənlər, deməli, birinci götürüşlə Uyğur 1 doğrudur. Bizansla diplomatik əlaqələr saxlayanlar Albaniya, Avropa Hun və birinci götürüş doğrudur. 1-2 uyğunluğu C bəndi. 75 fərqli sualdır. Bunun ətraflı izahını verim. 91-ci ildə müstəqilliyimizi tanıyan dövlət hansıdır? Türkiyə verilib 4, 91 noyabrın 9-da 4-ü qeyd eləmək olardı burada xəritədə. Hansı ki 1, burada Almaniya yanlışdır, Polşa yanlışdır, Belarusiya təxmini uyğun gəlir yanlışdır, İtaliya yanlışdır bunlar. Bizdə lazım olan 4 Türkiyə doğru fikir olurdu. Məsələn, orada İsveçrənin, Rumıniyanın, İranın hansı ki ərazisi göstərilsəydi xəritədə, Pakistan göstərilsəydi qeyd eləmək olardı. Soyuq müharibənin ilk illərində ABŞ Türkiyə və Yunanıstanda Sovet təsirini aradan qaldırmaq üçün 1947-də Truman doktrinasını qəbul edir. A bəndi. 77 də eyni sual idi. Kartli Kaxetiya çarı ilə İbrahim Xəlilin yürüyüş nəticəsində 1780-də Gəncədəki hakimiyyətlik yaranır. A bəndi. 78 fərqli sual idi. Bunu da izah edeyim ətraflı şəkildə. İskəndər Əhəmənilər üzərinə hücum eləyir. Misir Makedoniyanın demək ki, nəzarətinə keçir. Hansı ki, İskəndərin Əhəmənilər üzərinə hücumu biz burada deməli Qranik, İz-Qavqamel döyüşlərini nəzərdə tuta bilərik. 1-ci Tutmos Aralıq dənizinin şərq sahillərinə hücum eləyir. Hitlerlə müqavilə 2-ci Ramzesdir ki, yanlışdır.
Birinci milin əvvəllərində Misirdə hakimiyyət olunan mübarizə, Misir zəifləyir. 3 doğrudur. Makedoniya imperiyası dağılır, Azərbaycanda yeni dövlətlər yaranır. 3-4 olur cavablarımız. Demək ki, bu sualımızda bircə dəqiqə burada mərkəzi hakimiyyət gücləndi yazılıb daha doğrusu. Biz biri düz dedik, amma yazmadıq orada. Aha, cavabımız olur demək 1-4. 2-3 yanlışdır. Burada dediyim kimi 2-ci Ramzes olmalı idi. Burada da mərkəzi hakimiyyət güclənmir, zəifləyir. Yəni cavablarımız 1-4 doğru fikirdir. 1-dən 4. A bəndi 78-də. 79 da eyni sual idi. Deməli, birinci bənddə Şəmsəddin Eldəniz, ikinci bənddə Qızıl Arslandan söhbət gedirdi. Oxşar cəhətləri hər ikisi Şirvanşahları tabe eləyiblər. Təkcə birdir. Burada adı çəkilən dövlət Atropatenadır. Atropatenanın paytaxtı 2 Qazaka olurdu. 81-də 20-ci əsrin əvvəllərinə aiddir. Demək 1 və 4 doğru olurdu. D bəndi. 3-cü Respublika dövrü 1870-1940 aralığı. Sadova döyüşü 1866-1949, 1866-1806 monarxiya devrilir. 1918 9 noyabrda 82 E bəndi. Osmanlıda durğunluq və geriləmənin daxili səbəbləri nələrdir? Mərkəzi hakimiyyət nüfuzdan düşür. 1, 2 yanlışdır, 3 yanlışdır, 1, 4. Heydər Əliyevin hakimiyyət dövrünə aid deyil, 69-82-yə aid deyil. Metro 1967 aid deyil. Kolxozçulara pasport 1959 aid deyil, 1, 3. 85 Erkən Tunca aid bir sual. Duluzçuluq, toxuculuq neolitdir, 2 doğrudur. Dağlıq dağa təbii bölgə doğrudur. Metal alətlər enolitdir. Şumlamada qoşqu heyvanları 2, 3, 5. 86 Osmanlı ələ keçici ərazilər 1 Konstantinopol, 2 Misir, 3-də Şimali Afrikanın işğalını biz Sultan Süleymanda davam elətdirilib başa çatdırıldığını görürük və 1453 1-dən başlayırıq, 1517 2-ni yazırıq və 16-cı əsrin ikinci yarısı 3-ü qeyd edirik, 1-2-3 olur ardıcıllığımız. 87-ci sualda türk dili dövlət dili elan olunur. Bu Gəncə dövrünə aiddir, 2-də olur A bəndi. 20 noyabr Bakı dövrünə aiddir, 3 olur B. 4 iyun Tiflis dövrünə aiddir. Cümhuriyyətin torpaq paylanma məsələsi və konstitusiyası yoxdur. 1C, 2A, 3B olurdu. Situasiyamız əvvəllər də ikinci qruplara demək Bağdad müqaviləsindən nadirdən bir situasiya düşmüşdür bu yaxın illərdə. Bu dəfə də hansı ki yenə nadirlə bağlı bir situasiya olmuşdu. Bəhs edilən qurultayda hakimiyyətinə son qoyulan dövlətin sonuncu hökmdarı kimdir? Təbii ki bu 3-cü Abbasdır. 1732-1736 hakimiyyətdə olmuşdur 3-cü Abbas. Dan söhbət gedir. Mənbədə bəhs edilən qurultay iştirakçıları demək ki qarşı çıxmalarının səbəbi nədir? Hansı ki onlar Səfəvi dövlətinin süquta uğradılmasını istəmirdilər və buna qarşı çıxırlar. Demək bunu qeyd eləmək olar və yaxud da buna oxşar başqa bir fikriniz varsa da qeyd eləmisinizsə də variantlarda, şərhlərdə, yəni daha doğrusu qeyd eləyə bilərsiniz. Fərqli fikirləriniz varsa da daha sonra haqqında bəhs edilən qurultaydan sonra, yəni Nadir Şahın həyata keçirdiyi bir tədbir yazın. İslahatlara aid cədvəldə verilmiş islahatlara müvafiq olaraq. Deməli, cədvəldə də vergi və inzibati məsələsi qeyd olunubmuş. Vergi islahatına dair cədvəldə qeyd eləmək olardı ki, hansı ki o vergini pulla almağa başlayır. İnzibati olaraq qeyd eləmək olardı ki, Azərbaycan adlı bəylərbəylik yaradır və ya hansı ki ölkəni 3 bəylərbəyliyə bölmüşdü. Mövcud olan bəylərbəyliklərdən sayı 3 idi və yaxud da ki, dediyim kimi, mərkəzi Ərdəbil olan Azərbaycan bəylərbəyliyi, daha doğrusu mərkəzi Təbriz olan Azərbaycan bəylərbəyliyi yaratmışdı. Şah Abbas da ona oxşar bir bəylərbəylik yaradır, onda mərkəzi Ərdəbil olmuşdu. Situasiya ilə bağlı fərqli fikirlər dediyim kimi ola bilər. Əsas odur ki, şərhdə siz yazın. Əgər etalonda varsa da və düzgün qəbul oluna bilərsə də mən o barədə sizlərə fikir bildirərəm. Və imtahanı artıq başa vurduq. Əziz 2-ci və 3-cü qruplar, gələcək həyatınızda, təhsil pilləsində sizlərə uğurlar arzu edirəm. Və videomuzu izləyən və gələcəkdə imtahan verən abituriyentlərə də kanalımıza abunə olmağı, videonu bəyənməyi və tarixlə bağlı imtahana düşə biləcək, imtahanla bağlı hazırlaşacağınız sahələr üzrə videoları qaçırmamağınız üçün kanalımıza abunə olmağı bir daha onlar üçün səslənirəm. Beləcə videomuzun sonuna gəldik. Diqqətinizə görə sağ olun.